Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə bugün ağır itki üz verdi. Müasir poeziyamızın görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Nəriman Həsənzadə 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960-70-ci illərdə nəşr olunan kitabları ədəbi ictimai mühitdə ona böyük şöhrət qazandırıb. Sosial, siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. Kitablarında yer alan ideya bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Fəxri adlara, ordenlərə layiq görülüb. Söz sənətkarı 2002-ci ildən prezidentin fərdi təqaüdçüsü idi. Bu il isə Heydər Əliyev sarayında xalq şairi Nəriman Həsənzadənin həyatına həsr olunmuş Nərdivan musiqili dram tamaşası nümayiş etdirilib. Tamaşaçılar Nəriman Həsənzadə haqqında bilmədikləri əhvalatlara, xüsusilə də Sarı xanımla olan sevgi hekayəsinə 30-dan çox məşhur simanın canlı ifasında şahid olublar. Nərdivan musiqili dram tamaşası Xəzər Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib. Mədəniyyət Nazirliyindən bildirilib ki, xalq şairi ilə vida mərasimi sabah Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum xalq şairi 1-ci Fəxri Xiyabanda dəfn ediləcək.